Gəlib deyirlər ki, Orxan, bəs yaş keçdikcə yaddaşım zəifləyir. Deyirəm ki, 15 gün qabaq nə yemisən yadındadır? Deyir, yox. Deyirəm, yaxşı, bəs uşağın doğum günü yadındadır, yəni doğulduğu gün yadındadır. Deyir, hə, olduğu kimi yadındadır. Hətta orada həkimin gəlib deməyi ki, uşaq oğlandı və s. Olduğu kimi bütün prosesləri xatırlayıram. Bəs deyirəm ki, yaş keçdikcə sənin yaddaşın zəifləsəydi, gərək 15 gün qabaq yediyin yadında qalaydı, o yaddan çıxaydı. Əslində burada nə baş verir? Burada hadisələrin əhəmiyyəti var. Sən 15 gün qabaq yediyin əgər bir hansısa ad günü və ya tədbir deyilsə, niyə yadında qalsın ki? Axı beyin niyə bunu sənin yadında saxlamağına imkan versin? Bunun nə əhəmiyyəti var ki? Deməli, biz nə etməliyik? Bir məlumatı əhəmiyyətli hala gətirməliyik. Onsuz da həyatımıza daxil olan bəzi məlumatlar özləri əhəmiyyətlidir, amma bizim həyatımıza elə məlumatlar daxil olur ki, bizim üçün əhəmiyyətsizdir, amma onu biz yadda saxlamalıyıq. Burada bizim ən böyük dostumuz vizualizasiya bacarığıdır. Çünki Kaliforniya İnstitutunun araşdırmasına görə, əgər sən öz xəyalında hansısa bir hadisəni emosional formada təsəvvür edə bilsən və ona inansan, sənin beynin onu həqiqət kimi qəbul edir və ona inanır. Deməli, bu bizə böyük bir üstünlük verir. Yəni, bir məlumat həyatımıza əhəmiyyətsiz məlumat kimi daxil olubsa, biz ona emosional formada inansaq, beynimiz ona əhəmiyyətli kimi qəbul edəcək.